Dünən U21 millimiz Murad Məmmədovun möhtəşəm qolu ilə qələbə qazandı. Bəs 19 yaşlı Murad bu səviyyəyə necə gəlib? O, futbola 7 yaşında başlayıb və istedadını ilk dəfə Bayıl stadionundakı seçimlərdə veteran qapıcı Hüseyn Məhəmmədəliyev kəşf edib. Hətta o vaxt demişdi ki, Murad bir gün Neftçinin əsas heyətinə yüksələcək. Əvvəl sol cinah müdafiəçisi idi, amma 8 yaşında məşqçi Ruslan Kaftulin onu kapitan təyin edib və hücumçu kimi sınıyıb. Aşağı yaşlarda 2 dəfə ilin oyuncusu seçilib. Murad illər boyu hər gün məşqlərə 70 kilometr yol qət edib. Onun 47 nömrəsinin tarixçəsi isə maraqlıdır. İlk forma nömrəsi 4 olub. B komandasına qədər isə 7 ilə oynayıb. Neftçinin əsas komandasına yüksəlişi Roman Qriqorçukun sayəsində baş verir. İlk məşqdə Muradın sol ayağını və yüksək driblingini çox bəyənir. O, elə Qriqorçukun rəhbərliyində debüt maçında assist edir. Premyer Liqadakı ilk qolunu isə nənəsi Sadiq Neftçi azarkeşi Əfiqə Məmmədovanın xeyir duasından sonra Şamaxıya vurub. Murad deyir ki, bu qol Samir Abbasovun ona öyrətdiyi fərdi məşq metodlarının nəticəsi idi. Üstəgəl bu qol ona ayın qolu mükafatını da qazandırmışdı. İlk milliyə dəvəti isə Agil Nəbiyevdən gəlib. 17 və 19-da bütün oyunlarda iştirak edib. Muradın ən çox oynamaq istədiyi klublar isə Milan və Rangers'dir. Onun fikrincə oyun üslubu Şotlandiya futboluna daha uyğundur. Bəs siz 19 yaşlı Murad Məmmədovun oyunlarını izləmisinizmi? Fikirlərinizi şərhlərə yazın.